Herkesin öz nəfəsi, öz sesi var. Hər quşun nəğməsi var, ləhcəsi var. Adəm o kəsdir ki, bir kimsəsi var. Vahid hər kimsə sözün bir kəsidir. Vahid hər kimsə sözün bir kəsidir. Biz kimi məclis onun məclisidir. Biz kimi məclis onun məclisidir. Məclis Vahidin məclisidir. Qəzəl xanının məclisidir. Bu fani dünyada bəy xan kimi yaşamadı o. Amma fitri istedadı onu xan etdi. Xalq ona Qəzəlin xanı adını yaraşdırdı. Onun keçdiyi yol hamar olmadı. Daşlı kəsəkli oldu. Amma bu kəsəkli yol onu Vahid zirvəsinə ucaltdı. O hamı kimi olmadı. Hamı kimi ola da bilməzdi. Çünki o yeganə idi, Vahid idi. Gözəl həyatını Vahid nəyə sərf etdi? Doğrudanmı onun həyatı gözəl oldu? Yox, Vahid kəsbiyana sıxıntılı bir ömür sürdü. Amma bu güzəranını özünə dərd etmədi. Çünki nikbin idi, başqa dünyanın insanı idi. Hamıdan fərqli idi, tərki mühit idi. Amma tərki dünya deyildi. Bakının Masazır kəndində yaşayırdılar. Əlağa kasıb ailənin uşağı idi. Atası dülgər, anası evdar qadın idi. Balaca Əlağanın valideynləri onu oxumuş insan kimi görmək istəmişdilər. Bu istəklə də onu mollaxanaya vermişdilər. 3 ilə yaxın mollaxanada oxumuşdu. Amma mollanın haqqını hər ay verə bilmədiklərindən, ehtiyac ucbatından təhsilini yarımçıq qoymuşdu. Çox sonra Vahid məktəbdə keçən günlərindən söz açan mollaxana poemasını yazacaqdı. Mollanın haqqını hər ayda gərək, hələ əlbət bizə borc idi verək. Mümkün etməzdi, yenə bir paramız verə bilməzdi. Yox idi paramız. Pulsuzluqdan təhsilini yarımçıq qoyur, gedir çörək pulu dalınca. Başlayır çilingərlik eləməyə. Amma Əlağanın oxumağa olan həvəsi ölmür. Seyid Əzim Şirvaninin, Məhəmməd Füzulinin əsərlərini oxuyur, onlardan bəhrələnir. Füzulinin qəzəldəki məşhuri dövran ola, oxumaq da, yazmaq da asan ola deyiminə əməl eləyir. Daha sadə, rəvan qəzəllər yazmağa başlayır. Vahid Füzulidən üzü bu yana bizim qəzəl poeziyamız 500 il ərzində Füzulin Vahid bu bir körpü oldu. Hələ sanki qəzəl janrının nəsildən nəsilə ötürülməsində bu fəxridir mənə Vahid ki, xəlqi şairiyəm, böyük Füzulimizin, xaki payinin biriyəm. Vahid özünü belə adlandırırdı. Böyük Füzulinin yadigarı. Bunu demək asan məsələ deyil. Bunu Seyid Əzim deməyib. Bunu Mirzə Ələkbər Sabir deməyib. Bunu Mirzə Əbdülxaliq Yusif deməyib. 20-ci əsrin böyük dahi şairləri cəsarət eləmiblər bu söz demək ki, mən Vahid, mən Füzulinin yadigarıyım. Vahid birdən-birə çıxıb deyib və onu ondan qəbul ediblər. Bu qeyri-adi bir şeydir. Hər oğlan hünəri deyil desin ki, mən Füzulinin yadigarıyım. Vahid deyib bunu və sübut edib. Nəyə görə? Burulğanlı illərdə, represiya, tuta-tutda Əliyə Vahid qəzəl janrını saxlayıb. Ona görə ixtiyarı vardı demək. Öz bağımızda həmişə oturub, bir stul vardı, qoyurdu orada, otururdu həyətdə. Baxırdı. Öz beynində neysə fikirləşirdi, belə. Biri gördü ki, yazdı. Sonra yazdığı çay kağızları vardı qabaq. Onun arxasına, nə bilim, bir parça kağıza. Gecələr yazırdı. Mənsə gecə dururdum, neysə, su içmək, bir şey eləməkdən. Görürdüm ki, atam neysə yazır. Dəftərə köçürür əl yazmalarını. Vahid həyatda olduğu kimi misralarında da dünyaya xumar-xumar baxdı. Elə beləcə də qəbul edildi, beləcə də sevildi. Yazdı. Özündən əvvəl açılmış çığırı genişləndirdi. Özü ilk dəfə şeir yazdığı günü belə xatırlayır. Mən bu yadıma gələnlərdən uşaqdım. Onu anlayıram ki, 1914 bu aralarda mən Azər rəhmətli bizim künə düşərək pişdirərdik. Özləyərdik, nə istəyirsizlər? Gəldik düşərək pişir. Gedərdik, oraya yığılardıq 5-6 adam. Orada deyərdik, qafiyəni. Mirzə Tualı Yusuf deyərdi ki, sən təbbin büyüdür. Dedim, mən də gülürdüm. Ne için ay Mirzə? Dedi, ona görə ki, səninlə bacarmaq olmur.
Sen şiirler yaz yine. Sen yaxşı şair olacaksan. Bir lalə üzlü, fitnə baxışlı, şəkər ləbin, Fərhabi oldum, eşqi ilə sinə dağladım. Gördüm gilayə eyləyəcək dilbərim mənə. Fürsətdən istifadə edib mən qabaqladım. Vahid o kimsələr ki Gülüstan-ı şeiridən gül dərdi getdi, xar xəsin mən alaqladım. Vahid qəzəlləri ilə iz qoyan şair oldu. Nizami, Xəqani, Füzuli, Nəvainin qəzəllərini dilimizə tərcümə etdi. Ərəb-fars tərkibli ifadələrlə yüklənmiş klassik əruz vəznini dilimizin qanunlarına tabe etdirməyi bacardı. Əl-Yavahid qədər qəzəl şairlərinin içində xalqın sevimlisi yoxdur. İndi də yoxdur. Niyə? Ona görə ki, o bizim qəzəlimizi fars, ərəb tərkibindən 60% təmizlədi. Ana dilimizi də bizim qəzəl yaza bildi. Əruz ana dilində yazmaq hər şairin işi böyüdü. Bu Vahiddən qaldı. Ondan sonraki şairlər hamısı necə əvvəlkilər Füzulini təqlid edirdilər, yəni ona istinad edirdilər. Ondan sonra indiki şairlərimiz hamısı Vahidə istinad edir. Mən bu nazənin kimin istəyliyarıdır? Ya hansı bəxtiyarlərin bəxtiyarıdır? Açdıqca gül cəmalini ellər fərəhlənir. Güya gözəllik aləminin nurharıdır. Vahid məsələn gəldi ana dilində, başa düşülən dildə. Məsələn, sevgilim, eşq olmasa, varlıq bütün əfsanədir. Eşqdən məhrum olan insanlığa yeganədir. Bunu Vahid ana dilində sadə başa düşülür. Hər bir adam qulaq asanda başa düşür. Əliağa Vahid klassik kitab üslublu ədəbiyyatın doğrudan da son beşiyidir və onun ən böyük xidməti beyt sistemini Xaqanidən, Nizamidən, Nəsimidən, Füzulidən, Əlican Qofsi Təbrizidən, Seyyid Əzim Şirvanidən süzülüb gələn beyt sistemini qoruyub saxlamağıdır. Mən məsələn bir neçə misal deyə bilərəm sizə. Çox incə beytlərindəndir Vahidin. Deyir, olaydı qismət öpəydim o nazik əllərimi, ürəkdən eyləmişəm istixarə gözlərivə. İstixarə Quran-ı Kərimlə bağlı anlayışdır, dini məfhumdur. Yəni, yola çıxanda, bir ağır, çətin işlə qarşılaşanda Quran-ı Kərimə fal mənasında yox, gələcəyi bildirməkdən ötürü bir işarə almaq mənasında müraciət edirlər. Lakin Vahidin böyüklüyü ondadır ki, Quran-ı Kərimlə bağlı olan anlayışı gətirib estetikaya, gözəlliyə. Vahid xalqın şairi idi. Onu xalq dolandırırdı. Yeganə söz ustasıdır ki, yazdıqlarının çapından çox-çox əvvəl yazdıqları el içində məşhur idi. El şənliklərində, məclislərdə, hər bir yerdə Vahid çox olub. Ona görə də xalq onu çox sevib və əsas da Abşeron cəmaatı. Abşeron elə bir kəndləri olmayıb ki, Vahid ora el şənliklərindən gəlməsin. Bir dəfə getdik restorana, atamı qonşu stoldan dəvət etdilər. Dedilər, Vahid, gəl bizim adımızı həm söz kimi, həm ad kimi şehirə sal. Biz sənə pul verərik, qanarar. Atamı yazdı ki, adın nədir? Məhəmməd, xeyrxah, qaytaran. Dedi ki, hər kəs cahanı dost ola bir xeyrxah ilə, keçməz həyatı, nalə fəryadı ah ilə. Gördüm Kərabı xanı, Nuri Məhəmmədi,
Sandım behişteyim o Resulü ilahiyle. Kürd oğlu qaytaranın necə bir nigarı var. Bəhs eyləyər bu Hüseynlə Mehrimah ilə. Bunu yazdı. Sonra onu yazandan sonra atama 10 dənə yüzük verdilər. O kadar itip gelip benim şehirlerim, hep kitabın gelmeyindi. İtip gelip yazmışam, vermişim sana. Ya bir nefere benden gelip xahiş edip indi de o adet var elemende. Diyorsun ki yazıram, ver, o matmaya pul verir o. Adeti öyle oldu, bakayım. Bir gazel, bir şiir yazıp vermişim ona, çıkıp gidip. O mat məndə qalıb, şeir onda qalıb. O şeirdən istifadə edeyim, mən də o matla. Onun çox qəzəlləri Ağasəlim Çıllar deyirdi ki, oğradılar ondan. O bu yazırdı qəzəlləri, verirdi bədahətən, deyir 10 dəqiqəyə, 15 dəqiqəyə ürəgin istənilən qəzəl əmələ gəlirdi Vahidin. Kağızında, Vahidin qələmində əmələ gəlirdi. Deyir, ondan sonra, rəhmətə gedəndən sonra çoxları adını dəyişdirdi oradan, öz adına. Siz yığmayıb bunları. Vaxtında qəzəl əl yazmalarını yığmadı. Hamısı bunun adına çıxdı çoxsu. İndi hərdən qəzəlləri oxuyun, deyirəm, bu babandır, babanın bir gün adı başqasını deyib. Sovet döneminde çap ediləcək hər bir əsər 100 dəfə götür qoydan sonra siyahıya salınırmış. O zaman Əlağa Vahidin əsərləri də çap olunmurdu. Bu vaxt Əlağa Vahid Mərkəzi Komitənin birinci katibi işləmiş Vəli Axundova belə bir məzmunda şikayət məktubu yazır. Məktubda deyir ki, hörmətli Vəli Axundov yoldaş, mənim əsərlərim ambarların küncündə qalıb siçanlara yem olur. Məni çap etmirlər. Bir kitabın çapından ötürü illərlə nəşriyyata ayaq döyürəm. Hamısı yalan danışır, yalan vədlər verir. Xahiş edirəm ki, mənim əsərimin də çapına göstəriş verəsiz. Vahidin Xəqanidən tərcümə etdiyi 12 qəzəlinin çapı da bu səbəblərdən gecikmişdi. O zaman Vahid bu misraları demişdi. Xəqani demişdin, çıxacaq şanı çıxınca. Canım çıxacaqmış. Demə Xəqani çıxınca. Vahid 3 illik molla məktəbi bitirsə də tarixi çox gözəl bilib. Çox zülümkar çağır. Bunun ərazisində bir xanım nəsə bilməyənlikdən bir əxlaqsız iş görür. Xəbər çatır bir şaha, şah əmr edir ki, vəzir, mən yatıram. Amma səhər mən yuxudan durana qədər mənim ərazimdə nə qədər qız, qadın var, hamısının boynu vurulmalı. Qoyur, başın yatır, əmrini verir. Sarayın ud çalıb oxuyan qızlardan ibarət ansambl var. Bunlar şahın o yatdığı otağa yaxın elə gözəl çalıb oxuyurlar ki, sübh çağı xan aynır, deyir bu nə xoş sədadır. Deyirlər şah sağ olsun. Sarayın uçalan qızlarıdır. Əmrimi geri götürürəm. Adam bir nəfərə görə bu cür insanları, bu cür qızları günahdır qılmaq. Vahid həmin o tarixi görünəcə bilir ki, yazıb ki, musiqi sözü həlakûlərə təsir etmiş. Həlakûlər də həmin o şahlar olur. Deyirdilər qəbir daşına ovulacaq sözə ehtiyac var. Dərhal canbaşla yazıb verərdi. Bugün bəzi qəbristanlıqdakı baş daşı yazıları Vahidin qələmindən çıxıb. Biçdi həyat əcəl cismimə bir qəmli kəfən. Mənə toy xəyrəti bəylik otağı layiq ikən. Fələyin gəlmədi rəhmi anamın göz yaşına. Qoy yazılsın qara xət ilə məzarım daşına. Bir dəfə atam Nadaranın iki gəncin dənizə batdığını görüb, balıqçıları.
Atam onda yazmış ki, Nuh tufanından artırır bu tufanım mən. Balıqçılar batmışlar, tufan olub dənizdə. Dalğalar da hükahı qalıb, batıblar dənizdə. Onlar üçün Nardananda olan kişilər həmin o ölənlər üçün atamdan epitafı yazmağını xahiş etmişlər. Müxəmməs şəklində yazmış onu. Axırı belə şəkil, Nuh tufanından artıq tufanından. Vahidlə Cəfər Cabbarlı uşaqlıq dostu olublar. Bir gün o Vahidi özü ilə Babai Əmir jurnalının redaksiyasına aparır. Cəfər Vahidi o ki var tərifləyir. Vahid də yazdığı satirik şeirini oxuyur, bəyənirlər. Şeir Molla Balbala imzası ilə adam arasına çıxır. Beləliklə, Vahidin imzası ədəbi aləmdə görünməyə başlayır. Amma bu jurnaldan qabaq şairin istiqbala yolu İqbal qəzetindən başlanmışdı. Sabirin heykeli olan yer. Hürmet Bey'di. Girdik içeri. Gördük 160. Seyit Hüseyin'di. Ruhullah Ahundlar. Vardı neçə adam, onları da tanımadım kimlerdi. Vardı belə. Bu Azər onlara tapşırdı ki, bu Şadan Mügüt olmuş şehir zad yazdı. Bırakın bunu çap eləyin. Ben de söyündüm. Qərəz bayrağı çıxanda qəzet vardı Azər'in əlində. Oxudum həmçinin. Dağ və saat bu qafiyədə. Mən də səhər bir gecə ilə getdim evimizə. O qafiyədə bir şeir yazdım İqbal qəzetində. Səhəri çıxdı. O gün Vahid ömrünün ən xoşbəxt günlərindən idi. 1914-cü il mayın 4-ü. Artıq bir neçə il idi ki, şeir yazırdı. Meyxanalar qoşurdu. Amma bu səhər onun adı, onun şeiri möhtəbər bir qəzetin səhifəsində idi. Maarifçilik şeirləri, satirik şeirləri, vətənpərvərlik. Məsələn, bir dənə söz deyim, şeirin deyim dəstə. Deyir, zahirin düz görünsə də, amma içərin əyridir qənarə kimi. Qənarə bilirsiniz də, heyvan kəsəndə qoyunun ayaqlarına o əyri olur axı. Zahirin düz görünür, amma içərin əyridir qənarə kimi. Bulut olma üzündə dünyanın bulut kimi, günəşin qabağını tutur axı. Bulut olma üzündə dünyanın, nur saz, ay kimi, starə kimi. Cəhd qıl xəlq içində yekrən yol, ləkə olma ağızda qarə kimi. Vahid yaradıcılığında satira, yumor və lirika vəhdətdədir. Lirik Vahid dahi Füzuli məktəbinin, satirik Vahid isə Böyük Sabirin yetişdirməsidir. Onun şeirlərinin əsas obrazları vətən, sevgi, həyat, insanlardır. Şeirlərində lirikanın, gözəllərin vəsfinin isə bir başqa yeri var. Lirik qəzəllər yazmaq üçün ona ilham verən qüvvə də var idi. O vaxt Vahid Özbək Yaqubun Mixaylovski, indiki Əzzəliyev küçəsindəki xalça dükanına tez-tez gedirmiş. Yaqub Əkə şeiri aludə köhnə şərq ədəbiyyatına. Sədiyə, Hafizə, Nəvaiyə kamil bələd olan bir ağsaqqal idi. Vahidlə söhbəti yaxşı tuturdu. Amma Vahidi bu dükana gətirən Yaqub Əkənin söz qonaqlıqlarından daha vacibi dükançının qızı Zülfiyəni görmək istəyi idi. Zülfiyə də Vahidə biganə deyilmiş. Ona şəklini də bağışlamışdı o vaxt. Vahid bu qızla evlənməyi qətiləşdirmişdi. Hərçənd varlı hallı bir tacirin kasıb Vahidə qız verib-verməyəcəyi böyük sual altındaydı. Vahid bunun fikrini eləyirdi. Qohum qardaşla məsləhətləşirdi və növbəti dəfə Yaqub Əkənin dükanına bu niyyətini kişinin özünə demək cəsarətini toplayıb gəlir. Amma onu yerində tapmır. Vahid ora gələndə Yaqub Əkə tələsik dükanını satıb vətəni Səmərqəndə yola düşmüş olur. Amma Vahid ümidini itirmir. Səmərqəndə gedir, onları tapır. Amma pis bir xəbər eşidir. Zülfiyə artıq nişanlanmışdı. Vahidin də oxu daşa dəymişdi. Bu qəmli qəzəlini də həmin gecə yazır. Görüm ey bivəfa, zülfün həmişə şanəsiz qalsın. Bu canlar məskəni əğyarsız, biganəsiz qalsın. Və sonralar Vahid Polina adlı bir rus qızla evlənir. Söyləyirlər ki, Vahid o qızı görüb bəyənir. Gəlib Cəfər Cabbarlıdan xahiş edir ki, amanın günüdür, kömək ilə yaxınlaşa bilmirəm. Mənim rusca danışmağım bərbaddır. Qızla, ata-anası ilə söhbətləş, gör razılıqlarını ala bilirsənmi? Vahid o qızla evlənir. Uzun müddət yaşayırlar da. Amma bu rus qızı şairə övlad verə bilmir. Şairin Polinadan uşağı olmasa da onu boşamamışdı. Tez-tez yanına gedib gəlirmiş. Amma artıq ahıl vaxtlarında xəstəxanada ona canı dildən qulluq edən bir şəfqət bacısına zarafatca adamın belə arvadı ola deyir. Həmin qadın da nazlanan zarafatca alsan niyə olmur söyləyir və evlənirlər.
Beləliklə, Vahid 52 yaşında ikinci dəfə ailə qurur. Arvadı özündən 25 yaş kiçik olub. Vahidin bu evlilikdən 2 övladı dünyaya gəlib. Şairin şəxsi həyatı ilə bağlı yetərincə təzadlı məqamlar da var. Məsələn, indinin özündə də əksəriyyət Əliağa Vahidin içki düşkünü olduğunu deyir. Amma belə iddialar da var ki, əslində şair içki içən deyilmiş. Sovet imperiyasının repressiyalarından canını qurtarmaq üçün özünü belə göstərir. Hətta bir dəfə Mircəfər Bağırova repressiya ilə bağlı təqdim edilən siyahıda Əliağa Vahidin də adı olur. Bağırov isə şairin adının üstündən xətt çəkir və deyir ki, bu bütün günü sərxoş olan adamdır. Onun dövlətə heç bir ziyanı ola bilməz. Vahidin də içki ilə bağlı hərəkətlərinin çoxsu bilərəkdən şişirdilmiş hərəkətlərdir. Özü də bəzən bunu şişirdirdi. Məsələn, mən bir xatirə eşitmişəm onun 3 nəfər yaxçı yoldaşı ilə birlikdə bulvarda gəzəndə tam ayıq vəziyyətdə olur. Birdən kimisə görür Vahid özünü qoyur sərxoşluğa. Deyirlər, ay Əliağa, niyə belə eləyirsən? Deyir, bu danos yazan adamlardandır, qoy elə bilsin ki, mən sərxoşam. Yəni, Vahidin müvəqqəti sərxoşluğunu, o azacıq sərxoşluğunu mən qızıl gülü qoruyan tikana bənzədirəm. Əgər Vahid onu bir sərxoşluğu bir tikan kimi qarşısını sipər tutmasaydı, onu məsələn 65-ci ilə qədər yaşamağa qoymazdılar, imkan verməzdilər ki, ömür sürsün. Gürcülərin də məşhur bir şairi olub. Paulo Yaşvili. Sübhdən dan üzü açılar-açılmaz pəncərələri döyüb, mən şair Pauloyam deyərmiş. Dinməz söyləməz pəncərəni açar, şərab közəsini uzadırmışlar ona. Vahidin də badəsi, meyi yalnız əlində olmayıb, həm də misralarında görünüb. Biz xərabat əhlik, meyxanələrdən çıxmışıq, badələr nuş etmişik, peymanələrdən çıxmışıq. Həsən Seyyar Diyanı bir də Əliağa var, dost olublar. Diyanlar pasaj bazarının üstündə, orada yeməkxana, restoran zad vardı, yanıblar beləcəyinə. Bir də görürlər ki, Cəfər Cabarlı gəldi rəhmət. O ağır illərdi, 30-cu illərin əvvəlləri, aclıq illəri, pis. Cabarlı da Cabarlıydı axı. Baxır da, nə var dayanmışsınız burada? Bu məşhur söhbətdir bu. Deyir ki, Cəfər qardaş dayanmışıq da belə, nəsə vəziyyət yaxşı deyil. Deyir, hər övzə bir beyt deyəcəm. Hər övzə bir beyt deyəcəm. Hər övzə bir misra deyəcəm. O misranı bir misra əlavə edib beyt elə söz, apapsı qonaq edəcəm yaxşı. Deyir də yine, bunları söz demək asandır bunlar üçün. Üzünü tutur Vahidə deyir ki, zalimin hər zülmü tuğyanından Allah saxlasın. Vahid söz deməyə nə var? Deyir, azizin də ahı əfqanından Allah saxlasın. Üzün tur Həsən Səyyara deyir, qoy ədu zülm eyləsin biz aciz bir kəslərə. Həsən Səyyar da deyir ki, Həzrəti Haqqın da divanından Allah saxlasın. Deyirən, gəlin dalımsa, apablar yedirdir, içirdir. Əliağa Vahid baməzə sözləri ilə də yadda qalıb. Heç vaxt sözdən kasad olmayıb. Mən atamdan, babamdan eşitdiyimə görə çox mənzəli adam olur. Elə vaxt olardı ki, bir sual verərdin ona, onun cavabını sənə bir şeylə deyərdi. Vahidin yaşadığı evi o babam alıb. Mən də həmin evdə dünyaya gözətmişəm. Deməli, o ocaqda nəsə var. Söz üçün məhtəl qalmıram. Tez onun cavabı mənzəli surətdə cavabı verirəm. Bir dəfə Hacı Ələmdar Mahir gedirmiş, əynində də nimdaş qara bir şal var. Görüb ki, Vahid dostları ilə yaşıllıqda oturub. İstəyib ki, buna ilişsin. Onun öz qəzəlindən bir beyt deyib. Vahid, nə gözəl yerdə məkan eyləmsən. Bu da bədahətən cavab verir ki, sən hara hisli tuman ilə rəvan eyləmsən. Ömrünün bir 15-20 ilini iç saxlayıb, belə bir şey mən böyüklər danışırdı. Mənim yaşım küçük olanda ki, Cəfərxandan bir gecə gəlir, gecə saat 3-də Vahidin qapısını döyür. Vahid açır qapını, təəccüblə soruşur ki, nə olub? Deyir ki, gəlmişik, itin vəfat eləyib insana aid daxı. İtin ölüb demir, vəfat eləyib, gəlmişik, başsağlıq verək. Vahid tez çevrilir arxa otağa, deyir, arvad, dur gəl, itin qohum qardaşı gəlib. Əliağa Vahidin aktyorluğu da olub.
Bir vaxtlar Daşkənddə aktyor kimi səhnəyə çıxıb. Vahid orada olanda eşidir ki, Azərbaycan opera və balet teatrı Leyli və Məcnun tamaşasını göstərəcək. Özünü tamaşaya yetirir. Rejissor bilməm kim olub, gəlib ki, ay Vahid Zeyd rolunu oynayan xəstələnib. Dedim, mən neyini? Dedi, hadi çıx bir daha Zeydin yolu. Zeydin de orada 3-4 misralıq cəmi rolu var. Heç nə yox. Orada mən aktyoram, mən dedi, aysa mən oxumağım. Dedi, Özbekistan'da burada kimsən başa düşürdüm deyə. Əzbərlətdilər sözü mənə. Özü yazır deyə jurnal. Çıxdım deyir. İndi Hüseynqulu Sarabski yıxılır, Mecnun'da da güya ölür. Zeyd bunun başının üstü deyən buna tənə eləyir ki, axı bu ne işdi sən gördün Belə eləməyəydin, belə eləməyəydin. Azdı deyir, az. Çıxdım deyir səhnəyə, səhnə ağır yerdi axı. Səhnə çox çətin. Çıxdım deyir, sözlər çıxdı yadımdan. Zeydin sözləri çıxdı yadımdan. İndi Sarabski altdan yuxarı baxır mənə ki, mən sözümü deyib çıxmalıyam, Mecnun da ölməlidir. Sözümü deyə bilmirəm, tar çalır orada. Mesela şurun mahisinə bunlar deyib çıxmalıyım. Söz çıxdı yadımdan. Birdən yadıma gəlir, zalim ol, uğraşdır özündən də, sən Əliğa Vahid deyirsən be ya. Üzümü tutdum bir şeyə, Zeydə dedim ki, ey aşığı bir, Məcnunə deyən yoxdur, ey aşığı biçarə, Leyli ilə nə karım var, qoysun səni yavarə. Bunu dedim ki, qaça-qaça çıxdım səhnədən. Gördüm ki, Hüseynqulu Sarabski axıb gedib gülməkdən, başını belə eləyib, güyabı ölür, amma gülür, qəş eləyib gedib özündən. O qədər əl vurdular mən, Özbəkistan da başa düşmürlər axı. Məşhur fizyolojişünas Həkim Qəni tibb institutunu bitirdiyi il müharibə başlayır. Cəbhəyə aparılır. O həm də əskərlərimizə ilk tibbi yardım göstərməyi öyrətməklə məşğul olur. Belə dərslərin birində Qəni poligondan acıqlı səs eşidir. Həkim Qəni deyirdi ki, bizim evdə onlar çox olub. Deyirdi ki, həkimdir axı, hərbi həkimdir. Sevirdi Qafqazda dayanmışıq. Müharibənin elə vaxtıdır ki, deməz gəldi bu çıxınmaz dokazan. Bizə böyük bir dəstə ayrım veriblər. Felşir hazırlamalıyıq, felşir. Cəbhə üçün. Özü də 3 illik felşirci kursunu biz 2 aya keçməliyik. Yərgin iş gedir deyir. Mən də oturmuşam deyir, pəncərənin qabağında yazıyı, pozu, onu yaram. Bulanın da rəhbəridir mənəm. Pəncərə yay vaxtıdır da, müharibə yayda başlamış. Bir də onu gördüm deyir ki, həyətdə də deyir, Rus saldatı Serjan Strayvoy keçir saldatlardan. Rast var, levi kışkırır. Bunlarla Strayvoy keçir. Bir də gördüm biri belə, ay Urus, mən ölürəm, ayağım paralüzdür, mən rast var, ayağımı tərpədəm. O da bu səs deyir, mənə tanış gəldi. O da bu kimdir Allah? Mənim ölürəm, mən kışkırım. Baxdım gördüm pəncərədən Əliğa Vahid. Əskər əfablamır. Hələ düşdüm aşağıya. Hələ ki düşdüm, dedim Urusa gedərək, çıxardı onu stroydan. Hələ ki bu məni gördü. Hələ bir can gəldi buna, bir dürtmə bu saldatı vurdu, bir çıxdı sıradan, oradan gəlir indi üstümə. Oradan gəlib mənə çatanızdan bir daha beyt dedi bədahətə. Dedi ki, hanı bir kafər ki burada şümrə tapşırsın məni, bu biyabanda piyada az dolandırsın məni. Hanı bir kafər ki burada şümrə tapşırsın məni, bu biyabanda piyada az dolandı. Götürdüm, gəldim bunu otağıma. Xəstə idi. Götürdük, burada Səhiyyə Nazirliyində kağız yazdı. Onlar da təliqə göndərdilər. Əliğa Vahidi komisavat elədiyini, tərxis elədiyi ordudan çıxdı gəldi. Yoxsa ölüb itib gedəcək dedi. Füzuli ənənələrinin davamçısı olan Vahidin qəzəlləri bir çox xanəndələrin yetişməsində, tanınmasında da böyük rol oynayıb. Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESK-nın xoşməramlı səfiri Mehriban xanım Əliyevanın muğam sənətinin inkişafına böyük töhfələr verdiyi son 10 ildə Vahid irsidə sanki ikinci həyat qazanıb. Onun qəzəlləri xanəndələr nəslinin repertuarında böyük yer tutub. Əliğa Vahid olmasaydı, bəlkə də bu məni kimi xanəndələr gəlib bu səviyyəyə çıxmazlar. Əliğa Vahid də bizim söz şairimizdir, qəzəl şairimizdir. Gözəl bir Vahidəm xalqımın qəzəl şairi, məhəbbət şairi, gözəl şairi. Bilirsiniz, doğrudan da elədir də Əliğa Vahid bir dənədir, Əliğa Vahid gözəldir, Əliğa Vahidi biz çox sevirik. Xanandalar hamısı ona boşludur, mən də olmaq şəhər. Ya Rəbb, sən onun rəhmətini eylə ziyadə, qəbrişdə onun ruhunu lütfünlə fəraz et, naz et mənə ey sevgili can,
Mənə naz et, mənə naz et, mənə naz et. Eşqin tamam neşəsi divanəlikdədir. Meyxanənin məlahəti məstanəlikdədir. Cahillər ilə arifin olmaz əlaqəsi. Hal əhlinin təkamülü fərzanəlikdədir. Ləlün xəyali könlümə dolsa əcəb deyil. Gizlin xəzinənin çoxu viranəlikdədir. Yetməz vəfası, yetməz vəfası, axirə namərd olanların, şəxsin bütün dəyanəti mərdanəlikdədir. Vahid, vahid əgər ki sənətə qiymət verirsə xəlq, şeirin də qədr qiymətin dürdanəlikdədir. Vahid meyxana şairi deyir. Mən Vahidi meyxana şairi hesab eləmirəm. Halbuki meyxana şairlərinin də başı idi. Seyid Məhəmməd bizim Bakı xoş gəlib belə xonçayı əlvanın mübarək olsun. Sən kim masın vurdun mən kim meştağa. Kurban olun belə də hənzi belə qağa. Buna gəlib Bakı Seyid Məhəmməd ağadır. Canını qurbanın mübarək olsun. Canını qurbanın mübarək olsun. Əlimə deyməmişdi çoxdan əli. Eşkin yolunda olmuşam dəli. Ahmetinin Atası Məhəmməd Əli, canına qurbanım mübarək olsun. Ağasəm Çıldadir, mən onların yanında çox cavandım, lap çox cavandım. Bir Vahid də çox meyxana deməzdi. Az meyxana deyərdi. Amma dediyi meyxanalar demək olar ki, o birilərin meyxanasından 10 qat üstün olardı. Allah rəhmət olsun. Soruşdum ondan bir dəfə ki, ağa, bir Vahidin qafiyələrindən, nə meyxanalarından eşitmisən, o vaxtları qafiyəsindən deyirdi, bir dənə qəşəng qafiyəsi vardı. Gəl iki yoldaş atılaq meydana, sözün düzün deyək mərd-i mərdana, düşündürək bütün cəmaətimizi, biz nəyə dair deyirik meyxana. Deyir, çox məntiqli, mənalı sözləri ilə Vahid peçat qoyurdu meyxanaya həmişə də alqışlanıb. Bütün meyxana deyənlər məndən soruşurlar ki, təzə cavanlar, biz o vaxtı, bizdən əvvəllər, hansılar ki, meyxanaya gəlmək istəyir, deyirik, balam, ged Vahid oxu, ged Vahid oxu. Vahidin rolu çox böyük olur. Seyyid Əzim Füzulidir, əcdadı ustadımızın, ən uca zirvələrdə var adı ustadımızın. Məşəd Azər olubdu, ustadı ustadımızın. Aldığı 5 qiymətə layiqi var Vahidin. Aldığı 5 qiymətə layiqi var Vahidin. Şirin sözə, söhbətə layiqi var Vahidin. Onunla fəxr eyləyir Azərbaycanımız. Heyf onu görməyə çatmadı imkanımız. Məncə gedib cənnətə dahi qəzəl xanımız. Məncə gedib cənnətə dahi qəzəl xanımız. Həqiqətən cənnətə layiqi var Vahidin. Şirin sözə, söhbətə layiqi var Vahidin. Hər cürə şan şöhrətə layiqi var Vahidin. Əliağa Vahidi təkcə meyxana və qəzəlləri yaşatmadı. Həm də onun haqqında çəkilən Qəzəlxan filmi ilə o əbədi ömür qazandı. Deyəcəklər, gələnlərimizə canı dili hörmət eləmək lazımdır. Qardaş, canı dildən hörmət edək. Aycan. Dini imanımızdır, eşqinimizə biət edir. Rinəhlik meyxanaya canı dildən hörmət edir. Rinəhlik meyxanaya canı dildən hörmət edir. Rinəhlik meyxanaya canı dildən hörmət edir. Əliağa Vahidi tanıyanlar, görənlər 90-cı illərdə çox idilər və onların qarşısına onların sevdiyi şairi filmdə göstərmək, filmdə çıxartmaq
bu həddindən çox riskli idi. Yəni Şahmar Ələkbərov böyük risk eləmişdi bu filmi başlayanda. Və mənim yadıma gəlir ki, ilk çəkiliş günü həmin o toy səhnəsidir, hörmətli sənətkarımız Alim Qasımovla olan və orada eyni zamanda mərhum meyxana deyənlərimiz Zamir Əmzi, Kəbir Azəri və digərləri. Yəni orada artıq məni qrimdə, o paltarda dəvət elədilər çəkilişə və mən içəri girəndə zaldan yaşlı kişi idi, belə samballı bir kişi idi. Masazır kəndindən idi. Səhv eləmirəmsə adı Ağarəzi idi o kişinin. Və o məni görən kimi də elə bu Əliağa Vahid özü də elə. Şahmar işində o. Yəni onda Şahmara da mənə də biraz ürəkdirək verildi ki, bu xaricən oxşadı. Ondan sonra gəldi artıq aktyor kimi, rejissor kimi filmi təqdim eləmək. Filmin nə qədər uğurlu alındığı da indiki Heydər Əliyev sarayında filmin təqdimatı zamanı məlum olur. Deməli, film başlanır, 2 dəqiqə sonra sarayda filmə baxmağa toplaşanların gürültülü alqışları eşidilir. Elə o anda da filmin insanların qəlbinə yol tapdığı görünür. Azərbaycan miqyasında qalmadı. Yəni 92-ci ildə bu film çıxmışdı Dünya Festivalına, Afrika, Asiya, Latın Amerikasının kino festivalına çıxmışdı. Daşkəndə mən getmişdim. Onda Şahmar mərhum vaxt 2 ayda rəhmət vermişdi. Və maraqlı cəhət oldu ki, orada 80-ə yaxın filmin içində 8 film mükafat aldı, bir də bu Qazarxan filmi oldu. Yəni orada da qəbul olundu bu. İstər Əliağa Vahid özü şair kimi, istər bunu oynayan aktyor, bunu çəkən rejissor və ümumilikdə filmin təqdimatı. Mən o filmə çox baxmamışam. Ən uzağa mən 3 dəfə baxmışam o filmə. Yəni baxmamağımın da səbəbi odur ki, mən ilk dəfə baxandan sonra mənim bir insan kimi Əliağa Vahidə yazığım gəldi. Mən bu insana sadəcə yazığım gəldi. Yəni kitabın nəşr etdirmirlər. Pul yoxdur yaşamağa. Öz çap olduğu kitabı güclə hansısa bir böyük şairə satır ki, buna pul olsun. Yəni evi üçün, ailəsi üçün. Gəncəyə getmək istəyir ki, orada kimsə bunlara hörmət eləyəcək qonşusuyla gedəndə və burada qonşusu da bunu anladır. Mən baxdım və yazığım gəldi bu adama. Öndəki sədlər dağılıb uçmalı, Vahidə dünya qapısını açmalı, ya bu cahandan baş alıb qaçmalı, ya bu yolu qeyrət ilə keçməli, biz ona heykəl yapırıq ya mədər, xeyrə cala, xeyr aparaq ya mədər. 1989-cu ildə Vahidin yubileyi ərəfəsində heykəltaraş Rahib Həsənovun yanına gəlib Vahidin heykəlini hazırlamağı ona tapşırıblar. Heykəl də büst formasında olmalıymış. Allahşükür Paşazadə, o zamanki tikindi materialları naziri Arif Mansurov heykələ baxmağa gəliblər. Arif Mansurov heykələ baxandan sonra bu nə biabırçılıqdır? Vahidin başında turp əkibi bu deyib. Amma Allahşükür Paşazadə Arif Mansurovu sakitləşdirib. Deyib ki, yaxşı əsərdir. Gedəndə də Allahşükür Paşazadə cibindən bahalı bir təsbih çıxarıb heykəltaraşa bağışlayıb. Bununla da heykəlin yolu açılıb. Heykəli Leningrada zavoda aparıb bürüncdən töküblər. Əliağa Vahidin gününün çoxu burada, Filarmoniya bağında keçdiyindən belə qərar verirlər ki, elə Vahidin heykəli bu bağda ucaldısa yaxşıdır. Və 1990-cı ildə Əliağa Vahidin heykəli burada, gördüyünüz bu yerdə ucaldıdır. Amma 2008-ci ilin sonunda qərar dəyişilir, Əliağa Vahidin heykəli İçəri şəhərdəki Şirvanşahlar Sarayına köçürülür. Nə səbəbə heykəlin yeri dəyişdirildi? Bu sualımıza da cavab axtardıq. Bu sualımıza cavab almaq isə elə də asan olmadı. Heykəlin yerinin dəyişilmə səbəbini açıqlayan tapılmadı. Heykəli biz yerindən tərpətməmişik deyən Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdürü Fikrət Babayev belə məsləhət oldu ki, heykəl Filarmoniya bağından götürülsün deməklə kifayətləndi. Kimin məsləhəti ilə belə bir qərarın verildiyi məxfi saxlansa da şöbə müdürü hesab edir ki, Vahidin heykəlinin indiki yeri düzgün seçilib. Pis günümdə məni saldın nəzərindən getdin. Yaxşı gündə mənə mehman olasan, istəmirəm. Cidden onu, elə ki, öldü peşiman olasan, istəmirəm. Şair sağlığında kasıb həyat sürdüyündən normal şəraitdə yaşamadığından məcbur olub Mircəfər Bağırova belə bir şeir də yazmışdı. Evimi görsən axırçı, deyər samanlıqdır. Havası yox, həmi nəmdir, həmi qaranlıqdır. Divarda ağca qanatlar, yer üstə taxta biti. Hücuma bax gecələr,
Gör nə hökmranlıqdır. Hünərdir ay yarım, hər kim bu evdə ömür eləsə. Bu şeirdən sonra Mirzəcəfər Bağırov Vahidi yanına çağırtdırır və 1951-ci ildə ona 2 otaqlı mənzil verir. Vahid cəmi 14 il o mənzildə yaşaya bilir. Son mənzili isə Fəxri Xiyaban olur. Xalq şairi döyür, yazıçılar falan üzüb döyür, partiyini döyür. Bunu Fəxri Xiyabana nə yaparsınlar? Amma xalqın istəyi ilə, o qədər ki xalq istəyirdi, onu sevirdi. Əllərinin üstündə aparıblardı. O vaxt Fəxri Xiyabana çətin deyə, indiki kimi şəhər indi abaddır, gözəl. Əllərinin üstündə aparıb onu dəfn edib. 20 yaşından qəzəllər yazan şairi tək xalq qiymətləndirməyib. O dövrün insanları da Vahidin yaradıcılığına qiymət veriblər. 1922-ci ildə Mirzə Ələkbər Sabirin yubileyi olanda Vahid yarım saat meyxana deyib. Bu Nəriman Nərimanovun diqqətini çəkib. O zaman ilk dəfə dövlət mükafatı Vahidə verilib. 1943-cü ildə əməkdar incəsənət xadimi adına layiq görülüb. Amma qəribəsi odur ki, Vahid fəxri adını qəzəllərinə yox, məhz meyxanalarına görə almışdı. Meyxanaları ona təkcə fəxri adı yox, pul, pal-paltar da qazandırıb. Oğlu Ramiz deyir ki, meyxana əvəzində ona bir dəst kostyum, 12 cüt çorab, bir cüt ayaqqabı da veriblər. Heydər Əliyev hələ 1996-cı ildə Əlağa Vahidin 100 illik yubileyinin keçirilməsinə dair sərəncam imzalamışdı. Bu gün də Vahid diqqətdən kənarda deyil. Prezident İlham Əliyevin Əlağa Vahidin 120 illik yubileyinin keçirilməsi haqqında imzaladığı sərəncama uyğun olaraq Vahid hər yerdə anılır. Mən də söz aləminin gövhəri kərxanəsiyəm. Ki Füzuli sözünün zərrəsiyəm, danəsiyəm. Vahidəm Azərbaycanım üçün yanəsiyəm. Vətən eşqində şərar oldu bizim şairimiz.